Peyğəmbər sallallahu əleyhi və səlləm sahabelərə nə deyib tövsiyəsində? Əbu Hüreyrədən gəlir. Xəlilim mənə 3 şey tövsiyə elədi. Heç zaman tərk eləmə. Duha namazı, hər ayın 3 günü oruç tutmaq, bir də yatmamışdan qabaq vitr namazını qıl. Deməli, Ramazan ayında eləyə bilmisənsə qardaş, deməli Ramazandan sonra da vallahi eləyə bilərsən. Möminin şərəfi tərk eləmək olmaz. 3 rükət olsa qıl qardaş, vitrdən payın olsun, gecədən payın olsun. Xüsusən də son vaxtında, gecənin son vaxtında ən əfsəl vaxtıdır. Allahın dünya səmasına eyindiyi bir vaxtdır. Möminə görə, möminə şərəf olsun deyə, möminin müsəlman ehtiyaclarını Allah ödəmək üçün dünya səmasına enir. Məndən nəsə istəyən varmı, istədiyin ona verim. Məndən bağışlama diləyən varmı, onu bağışlayın. Mənə dua edən varmı, onun duasına cavab verin. Qardaş, Allah sənin üçün dünya səmasına enirsə, sənə bu şərəfdir yoxsa yox. Qalx namaz qıl da, 3 rükət olsa qıl, gecədən payın olsun. Ramazanda bacarmışıqsa Ramazandan sonra bunu eləyə bilərik. Çünki ən əfsəl ibadətlərdən, nafilə ibadətlər içərisində, namazlar içərisində ən əfsəl nafilə namazıdır. Və elə bir ibadətdir ki, nə deyir Allah Resulü sallallahu əleyhi və səlləm? Deyir ki, aranızda salamı yayın. İnsanlara yemək verin, insanları yedizdirin və hamı yatdığı zaman namaz qılın ki, cənnətə də salamatçılıq daxil olasınız. Görürsən, gecə namazları qılmaq mühümdür, tərk eləmək lazım deyil, möminə yaraşmaz. Mömin üçün bir ayıbdır gecə namazı qılmaması. 3 rükətdə olsa gecədən payımız olsun. Mömin üçün şərəfdir. Deməli, Ramazandan sonra sabit qalmaq lazımdır. Ramazandan sonra da ibadətləri dayandırmaq olmaz. Əməl dayanmır, insan ölənə qədər Allaha ibadət eləməlidir. Sənə ölüm gələnə qədər Rəbbinə ibadət et.